Deməli, bir tələbə həkimlik peşəsinin, həkimliyin hansı ixtisasına uyğun olub-olmadığını seçmək. Siz dediniz ki, stressə Bəli. davamlı olanlar misal Tələbələrə üçün bunu təcili yardımda işləyə bilər. evet, Amma böyük ehtimalla abituriyent hələ ki stressə davamlı olub-olmadığını bilməyəcək. Bu halda mənim öz indiki təəssüratlarımdan, indiki düşüncələrimdən yaranan odur ki, ən azından araşdırsınlar. Hamısının bir-birindən fərqini bilsinlər. Üstünlüyü nədir? Məsələn, ailə həkimi olmağın və ya uşaq həkimi olmağın üstünlüyü nədir? Bunları bir-birindən fərqləndirsinlər və onlar baxsınlar ki, həyatdan nə istəyirlər? Həyatdan adrenalinmi istəyirlər? Həyatda insanlara kömək eləyib, onları pis vəziyyətdən çıxardıb, o duyğunu mu yaşamaq istəyirlər? Yoxsa rahat həyat keçirtməkmi istəyirlər? Bu tip suallar qoysunlar və ya eyni zamanda qazancı da ora qoya bilərlər. Nə qədər qazanmaq istəyirlər misal üçün. Bu sualları qoysunlar və daha sonra bütün ixtisasları bir-bir dəyərləndirsinlər. Bütün həkimliyin alt ixtisaslarını bir-bir dəyərləndirsinlər. Hansı nə dərəcədə uyğundur? Misal üçün, baxmayaraq ki, diş həkimliyi qəbul olunmaq daha rahat bir ixtisasdır bildiyim qədərilə, həkimliyə nisbətən, müalicə işinə nisbətən. Amma qazancı elə də az olan bir ixtisas deyil. İlk illərdə bəlkə zəif qazanma, amma daha sonra yaxşı qazancı olan bir ixtisasdır. Və düşünürəm ki, pula çox dəyər verən abituriyentlər, gələcəkdəki maaşlarına çox dəyər verən abituriyentlər bu barədə düşünə bilərlər ki, diş həkimliyini seçə bilərlər. Belə bu da mənim öz fikirlərimdir. Universitetə Əlavə eləmək istədiyiniz nəsə var? Buyurun. Universitetə təzə qəbul olunmuş uşaqlara isə bunu məsləhət görə bilərəm ki, ilk ili biraz xəyal qırıqlığına uğraya bilərlər. İlk bir neçə il hətta biraz daha kaş ki bu ixtisası seçməsəydim də deyə bilərlər. Çünki çox tanışım oldu ki, hətta ilk birinci kursdan sonra universitetdən çıxan uşaqlar oldu. Əksəriyyəti peşman idi universiteti bu ixtisası verməsəydim deyə düşünən uşaqlar. Çünki yüksək bal toplayan uşaqlar idi. Əksəriyyəti deyirdi, kaş birinci qrupa seçərdim. Orada müəyyən informasiya texnologiyaları kimi bir ixtisasa verərdim. Hal-hazırda dəbdə olan bir ixtisasdır. Amma zaman keçdikcə, praktikalara getdikcə, xəstələrlə ünsiyyətdə olduqca artıq 3-cü kursdan sonra onlar işləyə də bilirlər. Xəstəxanalarda həqiqətən özünü həkim kimi hiss etməyə başlayandan sonra artıq doğru yolda olduğunu hiss eləyəcəksiniz. Yəni o vaxta kimi biraz dözün. Biraz Səbir. səbir. Mənim biraz dözümlülük bəs. Davam eləyək. Sizin iş təcrübənizdən necə oldu? İşə müraciət elədiniz? Ümumiyyətlə necə oldu? Universiteti bitirdiniz və işləməyə başladınız və ya universiteti bitirmədən dediniz işləmək mümkün olur və indi hazırda harda işləyirsiniz? Bununla bağlı olan hekayələrinizi eşidək. Hal-hazırda bayaq da qeyd etdiyim kimi təcili yardım həkimi işləyirəm Qəbələdə və bunun üçün təbib vakansiya elan eləyir. Mən onların öz saytında internetdə axtarıb tapıb ora öz CV-mi atmışdım. Onlar mənə geri dönüş elədilər və bu şəkildə müsahibədən sonra kiçik bir təlim, təzədən sual-cavab, imtahan. Daha sonra bizi işə götürdülər. Bölgəni mən özüm seçdim. Hər kəs, yəni müəyyən harda həkim tələbatı varsa, o zonalar üçün vakant yerləri vakansiya olunur və biz Müraciət özümüz edə bilirsiniz müraciət onlara. edirik. Bəs birinci iş təcrübəniz ümumiyyətlə onlardan da danışsanız yaxşı olar. Mən 2 il burada həkim kimi işləməyə başladım. Daha əvvəl 3-cü kursdan etibarən müxtəlif xəstəxanalarda orta tibb personalı kimi, yəni tibb bacısı kimi işləyirdim. Orada müəyyən təcrübələr qazandım ki, mən o təcrübələrin mənim həyatımda çox böyük rol oynadığını düşünürəm. Mənim öz həkimlik işimdə çox kömək olur. Həm sosial insanlarla ünsiyyət qurma bacarıqlarımın inkişaf etməsində yardımcı oldu o işlər. Həm maddi tərəfdən mənə çox dəstək oldular. Tələbə vaxtı o işlədiyim işlər. Bu şəkildə. Bildiyim qədərilə siz pandemiya dövründə də işləyirdiniz. Bəli. Həkim kimi də olmasa, tibb bacısı kimi bacısı işləyirdiniz. Oradakı təcrübələriniz necə idi? Mən oradan çoxlu özümə travmatik təcrübələr qazanmışam. Amma ondan əlavə ilk iş təcrübəm idi. Çox şey öyrəndik, çox işlədik, çox əziyyət çəkdik. Çox qəribə insanlarla tanışdıq. Qəribə bir dönəm idi. Bayaq yadıma gəldi ki, taksi ilə xəstəxanaya gəlirik, təcili çatmalıyıq. İşə gəlirəm və sürücü birdən-birə dedi ki, mən bilirəm siz orada nə edirsiniz. Mən işə gecikmənin o həyəcan stresi ilə ona qulaq asa bilmirəm. Yola baxıram ki, biraz tez getsəydik. O başladı ki, mənim bir qohumum buradaydı. O bizə zəng edib hər şeyi danışdı. Mən hər şeyi bilirəm. Başa düşə bilmirəm. Nə bilirsən ay insan?
Aha. Deyir ki, mən bilirəm ki, siz burada iynə vurub insanları öldürürsüz. Hı -hı. Onu da elə öldürdünüz. Hə, qohumu Qohumu da siz bitirmişdi. iynə vurub öldürmüsüz. Bəli. Böyük ümumiyyətcə çox böyük bir kütlədə elə bir fikir Əlbəttə. formalaşmışdı. Çünki Covid birdən-birə gəlib Bəli, insanların bəli. həyatını Uzun alan bir müddət təcrübəsi xəstədir. olmayan və təcrübələri, yəni Hı daha -hı. əvvəl belə bir təcrübə yaşamış olmayan insanlar da tamamilə normaldır ki, belə hisslər keçirsinlər və bu dünyanın fərqli yerlərində özünü fərqli izlər göstərdi. Məsələn, Bill Gatesi günahlandıranlar oldu. Başa düşülən deyildi. O adam sadəcə çox böyük bir şirkətin rəhbəridir və ya qərarverici adamlarından biridir, məsləhətçi adamlarından biridir və onların əllərində çox yaxşı resurslar var ki, onlar nə baş verə bilər, bunları hesablasınlar. Onlar eyni zamanda yanğına da eyni formada yanğını da eyni formada hesablayırlar. Fərqli-fərqli təhlükəli dünya ilə bağlı olan təhlükələri hesablayırlar və bunlardan biri də hesablayıb görüblər ki, pandemiya olandan bir neçə il əvvəl bununla bağlı bir çıxış edib və dünyaya çatdırmaq istəyib ki, bəs Hazır olun. hazır olun da belə bir təhlükə var. Bu indi 5 il olar, 10 il olar, o da bilmirmiş. Amma bunu görmək olur əlimdə data olmadan. Mən təxmin edə bilirəm ki, Azərbaycanda və ya Türkiyədə növbəti illərdə böyük meşə yanğınları olacaq. Məsələn, indi Azərbaycanda olmur, amma olacaq. Çünki niyə? Artıq uzun müddətdir ki, deyək ki, dünya isinməyə doğru gedir. Bu istilikdən yanğın baş vermir, amma istilikdən müəyyən ekosistem dəyişir və bunun nəticəsində artıq yanğına daha həssas olmağa məcbur qalır. Yəni mən belə əlimdə heç bir resurs olmadan bunu görüb hesablaya bilirəmsə, görün o adamların əllərində nə qədər böyük imkanlar var. Onlar necə daha dəqiq hesablayırlar və buna görə onu günah keçisi elan edən iddialar etdilər pandemiya ilə bağlı. Başa düşüləndir. Yəni təəssüf ki, hələ ki Azərbaycan kimi bu tip mövzularda fikir sahibi olmayan cəmiyyətlərdə daha çox hiss olunur. Yenə sizin dediyiniz kimi. Amma mən düşünürəm ki, mənim gözlədiyimdən daha yaxşı qarşıladıq biz Azərbaycanı, pandemiyanı daha yaxşı qarşıladı. Biz hətta müharibə şəraitində olan bir ölkə idik həmin dövrdə. Buna baxmayaraq tibbi şəkildə yaxşı təchiz olunmuşduq. Həm dərmanlar baxımından, hansı ki, qiymətləri biraz baha olan dərmanlar, bəzən insanların onu kütləvi şəkildə almaları səbəbilə apteklərdə ümumiyyətcə tapılmadığı vaxtlar sözsüz olurdu. Onları demirəm. Amma ümumilikdə baxanda albuminlər idi, kleksanlar idi, o hansı ki biraz həm qiyməti baha idi, tapılmağı çətin idi. Amma bizim xəstəxanalarda həmişə tam olurdu. Yaxşı bir şəkildə hər bütün xəstələrə ayırmadan ki, həm bu varlıdır, bu kasıbdır, buna vuraq, buna elə bir şey olmadan dövlət xəstəxanasıdır. Tam təmin olunurdu. Mən gözləmirdim açığı. Mən düşünürdüm ki, altından qalxa bilmərik bu problemin, amma elə olmamışdı. Azərbaycan ümumiyyətlə büdcəsi yaxşı olan bir ölkədir, qazancı olan ölkədir. Bunun təbii ki öz bu məsələlərdə də öz payı var. Çünki yəni pul olduğuna görə bunu istehsalçıya daha çox pul ödəyərək müəyyən resurslar istifadə edərək əldə edə bilirsən. Amma yəqin dünyanın daha zəif ölkələri, Afrika ölkələri ola bilər, Asiya ölkələri ola bilər. Onlar bu məsələləri daha çətinliklə keçirdiblər. Qəbələdə işə başladınız. Nə hekayələriniz var orayla bağlı? Qəbələdə həkim kimi başlamaq biraz qəribə idi. Təzə həkim kimi başlayanda çox öz həyəcanlanırdım. Çünki məsuliyyət hiss eləyirsən və o məsuliyyətin altından qalxa bilməyəcəyini düşünürsən. Amma zamanla görürsən ki, bildiklərini tətbiq etməlisən sadəcə və xəstələrə fokuslanmalısan. Bir ay praktika kimi keçirdim. Orada digər həkimlərlə çıxırdım çağırışlara. Və daha sonra başa düşürsən ki, burada özünü itirəcək bir şey yoxdur. Sən sadəcə xəstənin şikayətlərini dinləyəcəksən və öz bildiklərinlə, bilik bacarığından ona o an kömək eləyib vəziyyətdən çıxartmalısan. Bu sadəcə bir alqoritmdir. Buna alqoritm kimi baxandan sonra işlər mənim üçün daha rahat oldu. İnsani münasibətlər biraz çətindir. Xəstələrlə, xəstə yaxınları ilə. Xəstəsi ağır olub çağırış verən ailə daha sərt olurlar, daha əsəbi olurlar, Bəli, daha həssas olurlar, bəli. Onlara ilk əvvəl biraz onları başa düşə bilmirdim ki, axı mən öz işimi eləyirəm, eləməyə çalışıram. Siz nəyə görə mənə təzyiq göstərirsiniz? Amma indi onları da başa düşürəm. Çünki xəstələri mən o tip кейsləri hər gündə dəfələrlə görürəmsə də, o öz yaxınının başına gəlib və ilk dəfədir bu hadisə ilə qarşılaşır. Ona görə o vəziyyəti daha ciddi görür. Ola bilər. O insanlara da o şəkildə baxmağa başladım. Yavaş-yavaş öyrənirəm, rahat
getdikcə daha rahat hiss edirəm. Stressi daha yaxşı idarə etməklə danışmışkən, mənim də bir təcrübəm var. Onu da bölüşmək istəyirəm. Bəlkə kimlərəsə faydalı olar. Mənim də atam həkimdir. 40 ilə yaxın təcrübəsi var bildiyim qədərilə və onun üçün artıq bir xəstənin ölmə xəbərini vermək rahat hala çevrilib. Bəlkə yaxınları üçün bu belə deyil, amma başqa bir adam üçün bu belədir. Bir dəfəsində belə bir şey xatırlayıram ki, qohumlarımız arasında həyatını itirən bir adamın və yaşlılıqdan həyatını itirməmiş, hansı bir hadisə nəticəsində və ya ağır xəstəlik nəticəsində həyatını itirmiş bir adamın xəbərini bizə çox rahat formada vermişdi. Bizə dedi, mən kənardan eşitdim, başqalarına rahat formada deyirdi. O gün mən çox pis hiss elədim, çünki o həyatını itirən adam məndən daha az yaşlı idi. Həqiqətən çox ağır idi mənim üçün ki, atamın o xəbəri o qədər rahatlıqla verməsi mənə onu hiss etdirdi ki, sabah bir gün mən də həyatımı itirsəm belə hiss eləyəcək və ondan qorxmuşdum. O məni bir müddət belə öz təsirində saxladı. O qədər stressiz formada, o qədər üzüntü olmadan o xəbəri verə bilmək, o təbii ki, onun peşəkarlığının göstəricisidir bir həkim kimi, amma mənə elə hiss etdirməmişdi. Onun üçün mən düşünürəm ki, asan deyil, sadəcə adi hal idi. Baxmayaraq ki, onlar üçün adiləşib, qarşı tərəfə də biraz nəzərə alıb üzüntü göstərə bilərlər və s. Bilmirəm indi bu sizin tərəfdə bəlkə bununla bağlı nəsə təlim, təhsil alırsınız. Əgər alırsınızsa orada bu tip şeylər qeyd oluna bilər. Mən indi bunun psixoloji tərəfini bilmədiyimə görə dəqiq deyə bilmirəm hansı daha yaxşıdır. Bəlkə də psixologiya deyir ki, elə tam sadə demək daha yaxşıdır, amma bəlkə də psixologiya deyir ki, bəlkə biraz empatiya qurmaq daha yaxşıdır. Bunu artıq araşdırmaq lazım. Mən amma öz hisslərimi bölüşdüm, belə bir şey hiss eləmişdim. Covid vaxtı bizdə hansısa xəstə rəhmətə gedəndə növbədə olan həkim xəstənin yaxınlarına zəng edib bu məlumatı verməli idi və tanıdığım həkimlərin hər biri bu xəbəri verməkdən yaxınlarına çəkinirdilər. Çünki Hələ telefonla. telefonla ağır bir xəbərdir. Ancaq telefonu götürdükdən sonra çox rahat, çox sakit bir şəkildə, bəli, Allah rəhmət eləsin deyib onlara bu xəbər verildi. Amma onun arxa planında onların çəkdiyi stressi, o xəbəri vermək istəməmələri Əlbəttə. filan, onlar da insandır. Bəli. Məsələn, mən özüm bir neçə dəfə çağırışlarda o xəbəri vermək məcburiyyətində qalmışam. O an həqiqətən çox çətindir, amma sənin əlindən bir şey gəlmir və bu xəbəri verməlisən. Kimsə verməlidir. Kimsə verməlidir. Bəzən elə olur ki, onsuz da həyatını itirmiş bir insan üçün təcili yardım çox çağırırlar. Uzun müddətdir artıq həyatını itirib. Təcili yardım ilk onlar gec görüblər yəqin ki. Bu vaxtı gedəndə hər kəs əksinə hər kəs əslində bilir o xəstə həyatını itirib, amma hamı ümid dolu gözlərlə baxır ki, sən bir müsbət bir cavab verəsən, amma artıq sizin özünüzdə bu hal olub, belə bu formada gedəsiniz hansı evə və artıq xəstə həyatını itirmiş olub, çox olur. Mən bir növ sizin gənc olmağınızdan irəli gələrək düşündüm ki, bəlkə bu tip hallarda siz göndərilmirsiniz və s. amma reallıq odur ki, siz orada tək həkim olursunuz, növbə həkimi və burada belə bir fərq qoyulmur. Qəbələdə və ya ümumiyyətlə Azərbaycanda gənc həkim olmağın, işə yeni başlamış bir həkim olmağın yaratdığı bəzi çətinliklər var. Gənc həkim kimi məsələn digər yaşlı və təcrübəli həkimlərlə sizə qarşı olan münasibəti vurğulaya bilərsiniz və eyni formada gənc həkim olaraq xəstə yaxınları ilə, xəstə ilə əlaqəli təcrübələrinizi bölüşə bilərsiniz. Gənc həkim olmağın məncə təbii ki də çətin tərəfləri çoxdur. Öyrənmə mərhələsindəsən, praktika mərhələsindəsən hələ. Amma gənclərin daha öz üstündə işlədiklərini, daha inkişafa doğru meylli olduqlarını düşünürəm. Nəinki biraz yaşlı həkimlərin. Yəni onlar yetəri qədər təcrübə qazanıblar, ona söz yox. Sadəcə əksəriyyəti yenidən özünü inkişaf elətdirmək istəmirlər, amma gənc nəslin artıq hələ öyrənəcəyi çox şey var o yolda. Və mən bu yolda heç vaxt hələlik hansısa bir həkimdən təzyiq görməmişəm. Əksinə dəstək görmüşəm ki, mənə öyrətməyə çalışırlar. Sadəcə tibbi cəhətdən yox, əksinə insani münasibətlərdə necə olmaq lazımdır, özünü necə qorumaq lazımdır və yaxud bəlkə də həkimliyin
bir Önəmli 30 bir önəmli bir hissəsi, bəli, önəmli bir deontologiya hissəsi o. deyirlər. Bunu deontologiya deyirlər ümumiyyətcə xəstə ilə olan münasibətlərə. Bu haqqda çox məsləhətlər almışam və o məsləhətlər mənə çox kömək olur. Çətinlikləri isə ən böyük çətinliklərindən biri səni ciddiyə almırlar. Üstünə qışqıra bilirlər, üstünə yeriyirlər və sənin bu işin altından qalxa bilməyəcəyini düşünürlər. Son vaxtlarda, yaxınlarda belə bir hadisə olmuşdu. Yaşlı bir kişi idi. Hardasa 80-in üstündə yaşı olan bir kişi. Axşam həyətə düşəndə yıxılıb, həyətdə qalıb. Çağırışı bu şəkildə veriblər və çağırış alan kimi onsuz da briqada yola çıxır. Çıxanda mən tək idim, həkim olaraq tək idim. Bir də sürücümüz var idi və xəstə yaxınlaşdım və xəstənin təzyiqini ölçməyə çalışdım. İlk olan kimi xəstəni müayinə etmək idi. Nəbzi normal idi. Təzyiqinə baxdım, təzyiqini ölçə bilmədim. Düşündüm ki, təzyiqi çox aşağıdır. Mənim aparatım onun təzyiqini götürə bilmir. Bu səfər oğlu hardasa 50 yaşın üstündə bir kişi idi. Üstümə qışqırmağa başladı ki, tez buna iynə vur. Atam ölür. Mən də ilk vəziyyəti, xəstənin vəziyyətini Əlbəttə. anlamalıyam, daha sonra ona müdaxilə etməliyəm. Bəli. Ona fikir vermədən təzyiqini ölçməyə çalışıram, digər qolunu ölçməyə çalışıram, eşitməyə çalışıram, tuta bilmirəm təzyiqini. Və düşünürəm ki, təcrübəmə əsaslanaraq, bu əsasən təzyiqi aşağı olanda xəstənin təzyiqini tuta bilmirəm. Yəni çünki çox aşağı olur, göstərmir aparatım, o qədər bəlkə də dəqiq işləmir. Və oğlu təzyiq göstərməyə davam elədi. Üstümə yeriyir. Mənim yoldaşım 2 saniyənin içində təzyiqini ölçür, sən bir təzyiq də ölçə bilmirsən. Və o günlərdə həmin gün çox stressli 2 gün keçirirdim. Bu tip hallar çox idi və artıq özümü əzdirməmə qərarı aldım birdən-birə həmin gün. Orada elə. Orada o Elə orada an qərar dedim aldın. ki, gəlsin ötsün. Yazıq o kişi Yəni orada canını əlləşir, siz orada qərar həyatım olmağı önəmli deyil. Yəni bir qərar aldınız. xəstə Ona görə təzyiq ölçə bilmirsinizsə, o fikirləşirsiniz ki, mən bu qərarı almalıyam. xəstənin gözüm qabağındadır və nəbzi filan saturasiyası normaldır. Mən xəstəni izləyirəm vizual olaraq ki, yəni hələ ki yaxşıdır. Sadəcə təzyiqi biraz aşağıdır. Düşünürəm ki, bayaq bəhs etdiyimiz sinkopal vəziyyətdir, bayılmadır. Təzyiqi çox aşağı düşüb, bayılıb və yavaş-yavaş özünə qayıdır. Qayıdır. Yavaş-yavaş təzyiqi Heç bir qalxır. şey, bəlkə də ehtiyac yoxdur. Bəlkə də ehtiyac yoxdur, bəlkə də sadəcə yəni gözləmək lazımdır. Və həmin o xəstənin oğlu üstümə qışqırmağa davam elədi. Sürücümüz araya girdi ki, imkan ver həkim görsün. işini görsün. Sonra nəvəsi gəldi. Nəvəsi də məndən yaşlı da olar, bəlkə biraz böyük. O hər kəs öz o sürücü ilə oğlu, məndən nəvəsi mənim üstümə gəlir. Mən də onlara izah edirəm ki, xəstəni mən istəyirəm ambulansa aparım. Ambulansda mənim elektron monitorum var. O biraz yuxarı ölçsə də təzyiqi ölçə bilir. Monitor elektron monitordur. Daha yaxşı ölçə bilir. Yəni bunu eləyək. Xəstənin oğlu üstümə cumur ki, ona necə iynə vurmadan aparasan, öləcək axı. Mən xəstənin vəziyyətini nəzərə alaraq Ambulans ora qədər yaxın gedə bilmir. yaxındır, qapının darvazanın qapının çölündədir. Biz biraz içərisindəyik. Öz sürücümüzə təklif elədim ki, gətirsin nasılkanı, xəstəni aparaq ambulansa qədər və buna şiddətlə narazıdırlar ki, atam öləcək. Mən də onlara izah eləməyə çalışıram ki, biz həyətin ortası işığı belə olmayan bir yerdəyik həyətdə. Mən istəyirəm ambulansa aparım, mən orada, o mənim sağ qolumda ambulansın içərisi. Mənim hər şeyim var ambulansın içində. Mən istəyirəm onu orada müayinə edeyim. Siz mənim işimə mane olursunuz və bu uzun çəkir bu proses. Xəstə ortada qaldı. Ən son xəstəni içəri apardıq və monitor ölçür, yenə ölçmür. Mən də sürücümüzə izah elədim. Yol dedik ki, biz xəstəxanaya doğru yola düşək. Xəstənin çünki xronik ürək problemləri var. Daha öncə keçirmiş ürək xəstəlikləri var idi. Yol boyu mənim üstümə cumur və mən arxada təkəm. O da xəstəxana kimi orada oturur. Ümumiyyətlə elə bir prosedur var. Bir nəfər yaxınını götürə bilirik. Siz götürə bilirsiniz, götürmək istəməsəniz. Götürmək istəməsəm, əgər mənim işimin mane olduğunu düşünsəm, götürməyə bilərəm. Ancaq mən əgər onu götürməsəydim, daha böyük bir problem yarada bilərdi yolda. Sonra mən özüm təzədən öz təzyiq aparatımı götürdüm.
onun təzyiqini ölçmək istədim və artıq təzyiqini ölçə bildim nəhayət. Çünki yəqin ki, aşağı idi, yavaş-yavaş qalxır. Hardasa 90-dan 70-ə təzyiqi var idi və birdən xəstə dedi ki, başladı qışqırmağa. Mən evə aparın. Mən heç yerə getmək istəmirəm. Məni xəstəxanaya aparmayın. Və bu mənim məsələdir ki, artıq təzyiqi qalxır, yavaş-yavaş özünə gəlir xəstə. Və onun oğlu üstümə cumur ki, sən ona təzyiq salacaq bir iynə vurmadın deyə. Halbuki təzyiqi onsuz da çox aşağı idi və təzyiqi yavaş-yavaş özü qalxır. Mən iynəni Aydın. vursaydım daha pis vəziyyətə düşərdim. Bəli, təəssüf ki. Bu hadisə məni çox gərdi o an. Çünki mən həqiqətən mənim işimə mane olur insanlar. Özümü necə idarə edəcəyimi bilmirdim, amma idarə elədim. Sonda üzr istədilər. Çünki özlərinin elədiyi o absurd hərəkətin fərqində idilər. Bu hadisələrlə mən çox qarşılaşıram. Və bəlkə də yaşlı bir kişi həkim olsaydı onların üstünə qışqırıb onları sustura bilərdi. Amma mənim qışqırmağım onlara əksinə qıcıq doğurur ki, bir qadın, bir balaca Az yaşlı mənim üstümə qışqırır, özlərini sığışdırmayıb daha da gənc sürətlənir. qadın. Kəşke bu olmasaydı bu tip hallarla. Amma bu işimizin bir parçasıdır deyə artıq bunu qəbul edirəm. Söz düşmüşkən soruşum, 2 nəfər olduğunuzu dediniz, yəni sürücü və siz. Bu o xidməti göstərmək üçün az deyil, çünki orada həqiqətən başqa risklər də var. Adi məsələn xəstənin daşınması üçün kifayət eləyir. Sadəcə 2 nəfər, biri gənc qadın olmaqla zarafat edirəm. Sən də elə görürsən. Yox. Mən elə görürəm, müsbət bir şey kimi görürəm. Nələr eləyə bilər orada. Bəli, hətta 10 nəfərin eləyə bilməyəcəyi şeylər eləyə bilər. Mən o mənada dedim. Ən son bir xəstəmizi qaldırmaq üçün belimi fəda etmişdim. Köməkləri var idi, amma yenə də Görürsüz, yaşlı belə də olur. Yaşlı olanda heç belin fəda eləyə bilmirsən, çünki olmur, eləmirsən. Sizdə ən azından var, fəda eləyə bilirsiniz. Əslində biz tibbi briqada olaraq bir sürücü, bir həkim və bir orta tibb personalı nəzərdə tutulub. Ancaq hələ yetəri qədər işçimiz yoxdur. Ona görə belə alına bilir bəzən. Tək iştirak etmək məcburiyyətində qalırıq. Belə. Hazır kadr çatışmazlığından danışmışkən belə bir sual verim. Azərbaycanda həkimlərin Almaniyaya köçməsi ilə bağlı əsasən də təzə məzun olmuş həkimlərin təhsil adı ilə, həm adı ilə, həm bəlkə də məqsədi ilə Almaniyaya köçməsi, amma gedərkənki niyyətləri tamamilə köçüb və orada özlərinə həyat qurmaqları kimi bir tendensiya müşahidə olunur. Digər tərəfdən də kadr çatışmazlığı açıq-aydın görsənir. Həm sizin biraz əvvəl danışdığınız təcrübələrdən, həm də mənim öz keçmiş təcrübələrimdən, atamın Masallı rayonundakı təcrübələrindən gördüyüm qədərilə və özüm də Masallı rayonundakı xəstəxanaya getdikdə orada nə qədər gənc adamla qarşılaşma təcrübəmdən deyə bilərəm ki, bu belədir və bunu heç kim də inkar eləmir. Bu məsələyə siz nə fikir bildirə bilərsiniz? Həqiqətən çox böyük bir kütlə hal-hazırda Almaniyaya köç edir. Bu ciddi bir problemdir. Mən də bunu problem olaraq görürəm açığı. Sadəcə həkimlər yox, digər peşə sahələrindən də böyük bir axın müşahidə olunur. Mənim öz ətrafımda artıq dostlarımın əksəriyyəti ordadır. Orada çətin hal-hazırda mən elə bugün dostlarımdan birindən orada çətinlikləri barədə məlumat aldım və həqiqətən orada əziyyət çəkirlər. Mental olaraq sıxılırlar, darıxırlar, öyrəşməyə çalışırlar, amma bununla belə o əziyyətlərin hamısını qəbullanıb gedirlər ora. Çünki nəyə görə? Şərtlərə görə təbii ki, həm iş şərtlərinə görə, həm yaşama imkanlarına görə onlar ora üz tuturlar. Mən də ümid edirəm ki, ora gedə biləcəm. Belə. Yaxşı, belə soruşum elə isə, hazır siz də getmək niyyətiniz varkən, sizcə əsas motivasiya nədir burada? Nə səbəb olur bu gənclərin
Almaniyaya üz tutmağında. Böyük Əsasən də tibb personal nümunəsində olan gənclərin Almaniyaya üz tutmasında. böyük əksəriyyətinin maaşlara görə, yəni əmək haqqının öz çəkdiyi əziyyətə uyğun olduğu bir mühit olduğu üçün ora getmək istəyirlər. Digər tərəfdən isə Avropada yaşamaq xəyalları, orada daha biraz humanist, daha insani yönümlü qaydalar, qanunlar olduğu üçün ora üz tuturuq, üz tutmaq istəyirik daha doğrusu. Eee, Yavaş-yavaş yəni bizim ölkəmizdə həkimlərin maaşına önəm verməyə çalışır, onların maaşını qaldırmağa cəhd eləyir, çalışır bu tərəfdən. Ancaq yenə qane eləmir. Nəyə görə qane eləmir? Çəkilən stress, çəkilən əziyyətlər, o yuxusuzluqlar, o növbələr düşünürük ki, onu kompensasiya eləmir. Ona görə əksəriyyət ora üz tutur və orada da həkimi qəbul eləyirlər. Yetəri qədər ona öz maaşına uyğun işlə təmin eləyirlər. Nəyə Bəli, görə də yox. bəli. Burada siz dedikdə ağlıma gəldi. Belə bir qapalı döngə var. Hansı ki, ölkədə həkim qıtlığı var, tibb personalı qıtlığı var deyə bir həkimə və ya tibb bacısına çox böyük yük düşür. Çox növbəyə çıxmalı olur, çox işləməli olur və çox yorulur. Bu onlar üçün həyatı burada çətin eləyir. Nəticə olaraq onlar getməyə üz tuturlar və onlar getdikcə bu biraz da təsirlənir ondan. Yəni bir növ bir insan burdan artıq bir nəfər də Almaniyaya köçdükdə artıq ölkədəki həkimlərə düşən təzyiq biraz da artmış olur. Və nəticə olaraq burada bu çıxmaz bir döngüdür təəssüf ki. Çünki getdikcə çətinləşir, çətinləşdikcə insanlar getmək istəyir. Bu necəsə Qırılmalıdır bu bu necə döngü. qırılmalıdır, bəli. Qırılması üçünsə yəqin ki sistemli tədbirlər görülməlidir. Təkcə bir tərəfdən yox, daha çox həkim vakansiyası açmaqla yox. Çünki həkimlik onsuz da çətin ixtisas olduğu üçün daha çox həkimliklə bağlı ixtisas və ya yer açmaq bəlkə bunu həll eləməyəcək. Fərqli formada yanaşılmalıdır. Həkimlərin ölkədə daha rahat hiss eləmək üçün, onların təhlükəsizliyinin daha yaxşı təmin olunması üçün bəlkə müəyyən güzəştlər edilməlidir. Kommunal güzəştlər ola bilər, bizneslə bağlı güzəştlər ola bilər, kreditlər ola bilər və ya ən azından sosial status olaraq güzəştlər oluna bilər. Düşünürəm ki, bu tip ancaq sistemli yanaşma nəticəsində bu çətin problem aşıla bilər. Çünki həqiqətən çox pis vəziyyətdir. Mən öz tərəfimdən də belə müşahidə edirəm. Mən də elə fikirləşirəm. Ciddi bir problem halına gəlir. Ergən nəslin daha çox hissəsi gedir Almaniyaya üz Bəli, tutur. bəli. Bu dediyiniz daha da vəziyyətin nə dərəcədə təhlükəli olduğunu göstərən bir şeydir. Yəni deyək ki, 2020-ci ildə tibbdə təhsil alan 20 nəfərdən soruşsaydıq, bunlardan bəlkə 10-u Almaniya deyərdi. Bu gün isə 15-16 Almaniya deyir və böyük ehtimalla gələn il daha çox olacaq. Bu çox pis bir tendensiyadır. Bu siz tibb oxuyarkən tələbə yoldaşlarınızın hansı qismi dövlət hesabına oxuyurdu? 14 tələbə idik. Onların 4-ü xarici tələbə idi. Onlar ödənişli təhsil alırdılar və yerdə qalan 10 nəfərdən 4 nəfərimiz təxmini yadımda qalan qədəri ilə dövlət sifarişli idi. Qalanları isə ödənişli. O 4 nəfərdən Onlardan da məcburi köçkün statuslu olan tələbələrimiz var idi. o ödənişli Onlar olanlardan məcburi köçkün statuslu olanlar var idi. Bəli, onlar səhv etmirəmsə 2 nəfər idi. Onlar ödəniş etmirdilər. Yerdə qalan 2 nəfər səhv eləmirəmsə. Bu 6 nəfər indi burada sadaladır. Birini siz olmaqla geriyə 5 nəfər qalır. Bu 5 nəfərdən neçəsi hal-hazırda Azərbaycanda fəaliyyət göstərir? İkisi rezidentura oxuyur, rezidentura təhsilindədir. Azərbaycanda oxuyurlar. Bəli, onlardan biri Almaniyaya getmək istəyir. Digər ikisi isə təcili yardımda mənim kimi işləyir. Onlar da Almaniyaya hazırlaşırlar. Sadəcə müəyyən müddətlik burada İşləyib təcrübə toplayıb sonra təcrübə toplayıb, həm biraz maddi olaraq özlərini
3 nəfəri müəyyən elədik, digər 2 nəfər. Almaniyada olan yoxdur 2 bunların nəfər arasında. 2 Almaniyadadır. nəfər Almaniyada. Aha. Çox maraqlı oldu. 2 nəfər, 5 nəfərdən 2 nəfər Almaniyadadır. İkisi Digər rezidentūra oxuyur, tezliklə oxuyanlardan biri getmək istəyir. getmək istəyir. O artıq imtahanını Bəli. vermişdi ən son. İkisi də sizin kimi təcili tibbi yardımda işləyir və onlar da getmək Onlar da istəyirlər. hazırlaşırlar. Siz də Artıq onlar da müəyyən imtahanlarını keçiblər, getmək istəyirlər. Bəli. Bu o deməkdir ki, 6 nəfərdən 3-ü gedib, geridə qalanlar da Hələ ki burdadılar. amma getməyi planlayırlar. Bəli. Hamısı getməyi planlayır. Bir nəfər yox. Bir Bir nəfər burdadır. Eşq olsun buradan həmin adama. Əgər sırf bu problemi başa düşüb və ya ən azından öz qərar vermə mexanizmində bunu da bir kriteriya kimi daxil eləyibsə, mən öz adımdan Məncə təşəkkür yox. Məncə edirəm. Mən öz adıma təşəkkür edirəm və bu kanal adından da onu bura dəvət edirik bu və videonu ona atacağam. bəli, və nəyə görə? Yəni bəlkə də ona görədir, bilmirəm. Amma Yox, bəlkə də olmaz, amma ən azından dediyim kimi kriteriyada bu varsa, mən belə bir çox şey demək dəyərlidir. istəyirəm. Ya əvvəl elə fikirləşmirdim, amma bu son ildə həqiqətən belə fikirləşirəm ki, heç kəs öz ölkəsini, öz vətənini, özünü rahat hiss etdiyi dostlarını, çevrəsini, ailəsini atıb başqa bir ölkədə sıfırdan başlamaq istəməz. Gəzmək istəyər, gedib gəzmək istəyər, Əlbəttə. gəlmək istəyər öz ölkəsinə. Bəli. Səyahətini eləyər, müəyyən vaxt orada təhsilini inkişaf elətdirmək istəyir, amma sonradan qayıtmaq istəyir öz ölkəsinə. Amma əgər bu insanlar belə radikal qərar alıb gedirlərsə o Çətin, ölkəyə, radikal, özlərinə də sərf eləməyən qərar alıb bəli, gedirlərsə, orada ilk aylar onlar həqiqətən çox əziyyət çəkirlər. Həm mental olaraq sıxılırlar, həm başqa ölkədən gəlmə kimi baxırlar onlara. Sual verəndə həkimlər onlara kömək eləmirlər, özləri araşdırıb tapmaq məcburiyyətindədirlər. Amma biz öz ölkəmizdə öz məsələn rezidentlərimiz gedib həkimdən hansısa bir şey soruşsa, onlar canla başla onu öyrətməyə çalışacaq. Amma orada elə deyil Bəli. məsəl üçün. Olanlar da var, amma olmayanlar da var. Get özün axtar tap deyir məsəl üçün. böyük ölçüdə də olmaz. Mən də Kim bu müəyyən təcrübələrim bu var. şərtləri saxlayıb ora köçmək istəyər ki, Bəli. təbii ki də demək ki, orada yenə bütün bu mənfilərə baxanda yenə onları cəlb edən nəsə var. Bəli. Ona görə onlar ora üz tuturlar. Mən ona görə burdan təkcə o adamlara səslənməyim ki, o adamlar həkimdirlər və getmək istəyirlər. Onların fikrini dəyişmək yox. Eyni zamanda geridə qalan bu həkimləri çıxmaqla Almaniyaya getmək istəyən həkimləri çıxmaqla geridə qalan kütləyə də səslənək və bu ölkəni həkimlərin yaşaması üçün, elə hamımızın yaşaması üçün daha yaxşı bir yer eləməyə, daha cəlbedici bir yer eləməyə, o dərəcədə cəlbedici ki, Almaniyadan bu Onlar bura ölkəyə gəlsin. bəli. Necə? Onlar bura gəlsin. Bəli, Biz bəli. niyə gedirik? O səviyyəyə gətirmək bizim borcumuzdur. Mən həm bunu vurğulayıram, həm də eyni zamanda o qəhrəmanlar ki var, onlar öz kriteriyalarına bu ölkəyə də həkim lazımdır və hətta bu ölkə daha çox lazımdır. Bunu da daxil edən adamlar var. Onlara da öz növbəsində təşəkkür edirəm. Amma bir tərəfdən də əhalinin geri qalan kütləsinə səslənirəm ki, yəni bizim də günahımız var ki, bu ölkəni daha yaşanılası hala gətirməliyik və bu yolda bütün iştirak edən adamlara təşəkkür etmək istəyirəm. Hətta misal üçün mən bəzən görürəm ki, gənclərin daha yaxşı əylənməsi üçün bəzi hiking, amma əyləncəli hiking turu təşkil edən bəzi qruplar var Azərbaycanda. Məsələn, mən onları da bu kateqoriyaya daxil edirəm. Onlara da təşəkkür edirəm. Ona görə ki, bu ölkəni burada bu arada mən özümü nəzərdə tutmuram. Biz də çox maraqlı, mənim öz təcrübəmdə çox maraqlı təşkil etmirdik. Biz daha çox ciddi təşkil edirdik. Amma maraqlı, əyləncəli, əyləncə sektorunun da inkişaf elətdirən, bu ölkədə istənilən sektoru inkişaf elətdirən adamlara təşəkkür düşür ki, onlar elə həmin şeylərdir Almaniyada onları cəlb edən şeylər. Bu problem üzərində nə qədər çox işləsək, nə qədər çox düşünsək, bir o qədər yaxşıdır. Yoxsa gələcəkdə nə özümüzü müalicə etdirməyə rahatlıqla həkim tapa biləcəyik, yaxşı tibb xidmətinə çıxış get-gedə daha da çətinləşəcək. Və bu uzun müddətdə Azərbaycanda belədir. Mən belə bir video görmüşdüm. Gürcüstandan bir marketoloqdur. Tiflisdə yaşayır. O öz TEDx çıxışında və ya TEDx bənzəri bir çıxışda bu formada nümunələr gətirir ki, necə tibb sektorunda biz inkişaf əldə edirik. Bu nümunələr gətirir və deyir ki,
Gəncə şəhərində, Azərbaycanın Tiflisdən 300 kilometr, 200 kilometr aralıda yerləşən Gəncə şəhərində bir taksi sürücüsü səhər-səhəri oturur maşınına, maşını işə salır və gedir birinci müştərisini götürür, ikinci müştərisini götürür, üçüncü müştərisini götürür və sürür birbaşa Tiflisə. Və biz Tiflisdə onları qəbul edirik, tibb xidməti göstəririk, pulumuzu qazanırıq və sonra həmin həkim, həmin sürücü yenidən aparır onları Gəncəyə. Bunu belə fəxr edərək danışırdı həmin marketoloq. Çox əsəbi idim o vaxt ona qarşı ki, ona qarşı əsəb olmamın səbəbi bizim əslində fərasətsizliyimizdir. Biz görün necə indi o qədər fərasətli olmuşuq ki, bu problemi həll eləmişik. Artıq Gəncədən heç kim Tiflisə gedə bilmir, amma başqa formada həll eləmişik təəssüf ki. Bu həqiqətən bizim fərasətsizliyimizdir ki, niyə əksi olmamalıdır ki? Niyə Tiflisdən Gəncəyə tibb xidməti almaq üçün gəlməməlidirlər ki? Belə. Qarşı məsələlərdir. Bəli. Və eyni zamanda bir digər bölgədə İrana müalicə üçün gedirdi. İndi onu da həll eləmişik şükür. Belə. Gəlirlik tərəfindən davam eləyək. Həkimlik fəaliyyətinizin gəlirlik tərəfini, maaşınızdan razısınız. Ümumiyyətlə həkimlər maaşlarından razıdır. Orta kəsimin əmək haqqı, ümumi əmək haqqıdan biraz yüksəkdir deyə ümumi bir sakitləşmə dövrü keçirməli həkimlər. Çünki daha əvvəl, hardasa 3-4 il əvvəl daha aşağı əmək haqqıda işçidə həkimlər 400 manat falan maaş alırdılar. 400-450 manat maaş alırdılar. Yadındadır, bunu bilmirəm. Bəli. Sonra bu əmək haqqıları qaldırılandan sonra o səslər biraz kəsildi ki, həkimlər indi çox maaş alır. Amma bəli, mən özümü qane eləyirəm. Mən tək yaşamıram, ailəmlə yaşayıram və hələ ki o qədər çox xərcim yoxdur. Amma ümumi belə baxanda tək yaşayan, ailə quran yeni həkimlər üçün artıq onlar əlavə də bir gəlir yeri axtarırlar o maaşdan əlavə. Əlavə bir yerdə növbəyə çıxırlar. Əlavə bir iş görməlidirlər ki, ümumi o qazanc onları qane eləsin. O da onun digər işinə göstərdiyi enerjini bölməyinə səbəb gətirib çıxardır. Həm öz işinə, həm başqa bir işə fokuslanır, diqqəti yayınır. Amma o maaşı tək yerdən ala bilsə, tək fokuslanacağı yer o öz işi olsa, daha yaxşı ola bilər. Daha yaxşı nəticələr əldə etmək olar. İki yerdə işləməkdən danışmışkən, Masallıdan olan tibb qardaşı vəzifəsini icra edən birini xatırlayıram. O da iki yerdə işləyirdi. Həm dövlət xəstəxanasında, həm də özəl xəstəxanada. Və bildiyim qədərilə o və onun ətrafında bir neçə nəfər də daima Almaniya ilə bağlı, yenə qayıdıq Almaniya məsələsinə, Almaniya ilə bağlı fürsət axtarışındadılar. Bunu ona görə vurğulayıram ki, təkcə həkimlər deyil əslində gedən. Tibb xidməti göstərmək ümumiyyətlə bir tərəfdən texnika, buna ambulans nümunədir, digər tərəfdən texnologiya, bunu yenə texnikada adlandıra bilərik, müəyyən aparatura və s. Sonra digər sizin dediyiniz orta ixtisaslı tibb işçiləri də bura aiddir. Yəni bütün bu adamların hamısı nəticəsində yaxşı tibb xidməti göstərmək olar. Yəni belə baxmamaq lazımdır məsələyə. Həkim, daha çox həkim. Bu kompleks bir məsələdir. Burada işin özəl klinika tərəfi var. Yəni bütün sahələrdə inkişaf olmalıdır əslində. Yəni həqiqətən vəziyyət o dərəcədə pisdir ki, bundan da bu məsələni bağlayaq. Hətta Masallıdan, Qəbələdən, Qazaxdan olan orta ixtisaslı tibb işçisi də özünə Almaniyada fürsət axtarır. Bizim bir ambulans sürücümüz var, o da fürsət alır. Yəni ki, dediyim kimi hər sahədən, hər peşədən artıq Almaniya. Nəyə görə? Çünki Almaniya qəbul eləyir. Bəli, amma biraz Hələ ki. tibb məsələsi biraz daha fərqlidir. Məsələn, IT tərəfdə mən deyim. IT tərəfdə bəli, hər yerdə fürsət var, amma tibbdəki qədər bir növ rahat deyil IT-də o fürsəti əldə etmək. Top 100 adamdan deyək ki, top 1000 adamdan Azərbaycanda 100-ü IT ilə əlaqəli xaricdə bir iş tapa bilərsə,
Məncə tibb sahəsində Hə. bu biraz fərqlidir. Tibbdə giriş bariyeri daha rahatdır. Çünki bizdə məsələn heç bir kompüteri deyək ki, təmizləyən orta ixtisaslı bir işçi Almaniyada bənzəri iş tapması çətin məsələdir. Amma siz gördüyünüz kimi sürücü və ya orta ixtisaslı bir tibb işçisi daha rahatlıqla o fürsəti qovluyur. Deməli tibb işçiləri üçün bu daha rahatdır və buna görə də Almaniyanı təbrik eləmək lazımdır. Həqiqətən ki, onlar öz ölkələri üçün, öz ölkəsində yaşayan insanların rifahı üçün bu tip bir sistem qurublar və bizim əziyyətlə hazırladığımız, yetişdirdiyimiz, olmayan resurslarımızla yetişdirdiyimiz tibb ixtisaslı kadrlarımızı hətta ən yaxşılarını demək olar ki, heç bir qarşılıq ödəmədən öz ölkələrinə çəkirlər və orada onların əməklərindən faydalanırlar. Burada mənfi mənada demirəm, müsbət mənada deyirəm ki, faydalanırlar. Bununla bağlı iqtisadi bir məsələni də vurğulamaq istəyirəm. Ümumiyyətlə bir insan doğulduğu andan 20 yaşa qədər daha çox istehlak eləyir. Yəni misal üçün sizin özünüzü götürsək nümunə kimi, siz uşaq yemi ilə qidalanmısınız və ya ümumiyyətlə də müəyyən dərmanlar istifadə etmisiniz və ya paltarlar alınıb sizə. Bunlar hamısı bununla bağlı ailəniz bu xərci çəkib. Amma digər tərəfdən də dövlət sizin məktəbdə oxumağınız üçün müəllimlərə ödəniş eləyib, sizə kitablar təmin eləyib və s. Və 20 yaşa qədər, 18 yaşa qədər ancaq bir fərd üzərində dövlət xərc çəkir. Və 20 yaşdan sonra bir növ bunun geri almağın vaxtı gəlir. O adam artıq işləyəcək və iqtisadiyyatda bir dəyər yaradacaq. Və işin ən gözəl tərəfi Almaniya üçün budur ki, o bu xərci çəkmədən tam yetişmiş və yetişmiş kadrların ən yaxşısını əldə edir. Nəyə görə yetişmiş kadrların da ən yaxşısı deyirəm? Çünki hər Azərbaycanda tibb universitetini bitirən Almaniyaya gedə bilmir. O müəyyən dərəcədə Alman dili standartına sahib olmalıdır, müəyyən başqa sertifikatlara sahib olmalıdır bəlkə və ya bir hekayəyə sahib olmalıdır. Bunlar da Almaniya üçün o həkimi seçməkdə bir növ bir vasitədir. Almaniya bunları istifadə eləyərək. Çünki bəlkə deyə bilərsiniz ki, Alman dili ilə tibbi cəhətdən bilikli olmağın çox əlaqəsi yoxdur. Amma əgər bir adam çalışqanlıq göstərib Alman dilini öz üzərində işləyib Alman dilini öyrənə bilirsə, bu onu göstərir ki, o adam eyni çalışqanlığı tibb sahəsində də göstərə biləcək. Və Almaniya artıq onu bir növ seçir, dəyərləndirir. İlkin olaraq sizin tibb sahəsi ilə bağlı, həkimlik ilə bağlı əlavə etmək istədiyiniz nəsə varsa, sizi dinləyə bilərik. Əlavə etmək istədiyim şeylərdən biri öz ixtisasımla bağlı danışa bilərəm ki, son 1 illik təcrübəmə görə rahatlıqla deyə bilərəm ki, bu sahənin inkişafı üçün təbib də çox çalışır. Mən bunu müşahidə edirəm. Həqiqətən bəzi özümdə şaşırıram, təəccüblənirəm. Nəyə görə? Çünki bəzən tez-tez həkimlər üçün kurslar təşkil olunur. Məsələn, kardioqramma kursları təşkil olunur və yaxud da ilkin tibbi yardım necə olunmalıdır, ürək acəryan müəssisəsi necə təşkil olunmalıdır. Bu tip kurslar təşkil olunur həm həkimlərə, həm sürücülərə, həm də felçerlərə, orta tibb personalına. Görürük ki, onlar da istəyir ki, tibb sahəsində inkişaf olsun. Sadəcə bu biraz zəif sürətlə gedir bəlkə, amma mən inanıram ki, daha yaxşı yerlərə gələcək. Yeni maşınlarla təchiz olunma gedir. Rayonlarda sən özün görmüş ola bilərsən, öz rayonunuzda necədir bilmirəm. Əvvəllər daha köhnə maşınlar idi. Vaz maşınları var idi. Hansı ki, maşının içində adam sirkələnə gedir. Xəstə özü nə vəziyyətdə gedər, düşün. İndi o maşınlar yavaş-yavaş dəyişdirir. Hələ də qane eləmir. Amma o tərəfdən işlərin getməsi müsbət bir haldır deyə düşünürəm. Ümumiyyətlə insanların, mən bunu müşahidə eləmişəm ki, həkim olub işlədikdən sonra həkimlərə qarşı bir nifrəti var. Sən ətrafında görmüsən bilmirəm. Çox böyük bir nifrətdən söhbət gedir. Mənim yaxınımı öldürür. Pis baxırdılar, xəstəmə baxmadılar, yola verdilər falan bu şəkildə. Bütün həkimlərin çox savadlı olduğunu düşünmürəm. Sözsüz bəzən ola bilir və yaxud bəzi səhlənkarlıqlar ola bilər.
onlar da insandır. Amma bunun çox böyük bir kütlənin nifrətinə səbəb olacaq qədər bir şey olduğunu düşünmürəm. Eee, bunu görmək məni özümü çox narahat hiss elətdirir. Biz podkastımızın tibb mövzusu ilə bağlı olan hissəsini yekunlaşdırdıq nəhayət ki. Mən istəyirəm qısaca sizin blogerlik fəaliyyətinizdən də danışaq. Sizin bir səhifəniz var və siz orada bəzən bir həkim kimi videolar paylaşırsınız, bəzən isə ümumiyyətlə Qəbələdəki bir gününüzü və ya həyatınızı paylaşırsınız və mən də sizi o formada tanımışam. Maraqla izlədiyim səhifələrdən biridir səhifəniz. Çox daha yaxşı yerlərdə olmağa layiq bir səhifədir. Ümid edirəm ki, zamanla bu da belə olacaq və bu podkastdan da sizi izləyənlər olar, ümid edirəm ki. Və belə bir sual vermək istəyirəm ki, sizi video çəkməyə həvəsləndirən şey nədir? Mən sadəcə video çəkməyi sevirəm, şəkil çəkməyi sevirəm, onları editləməyi sevirəm. Və bunları zamanla öz səhifəmdə paylaşırdım. Zamanla səhifəmi açdım ki, bəlkə də onaylanmaq ehtiyacı ya da nəsə hansısa ehtiyacdan doğan bir Əlbəttə. səbəblə. Yəni mən istədim ki, Onaylanmaq deməyək, bəlkə də görülmək ehtiyacı bəlkə. bəlkə də Bəli. yəni videolarımın potensialına çatması üçün ilk addım səhifəmi açmaq idi. Bəli. Daha sonra davam etməyə başladım. Müsbət geri dönüşlər aldıqca həvəsləndim və gördüm ki, əslində məndə alınır. O şəkildə davam elədim. Həzz alıram bu blogerlik fəaliyyətimdən. İş kimi gördüyüm nə vaxt ki, onu iş kimi yanaşsam ki, bu gün video atmalıyam artıq, tez-tez video atmalıyam. Onda artıq mən ondan uzaqlaşıram, aylarla video atmıram. Sadəcə bu həyatımı paylaşanda mənə maraqlı gəlir. Yarı zarafat, yarı doğru bir xahiş eləmək istəyirəm sizdən. Almaniyaya köçəndə inşallah, yəni inşallah alınmaz. İnşallah Azərbaycandakı fəaliyyətinizə davam edərsiniz. İnşallah sevərək Azərbaycandakı fəaliyyətinizə davam edərsiniz. İnşallah şərtlər dəyişər. Dost mudur, düşman mıdır? Bəli. Amma köçsəz indi yenə deyirəm olmaz, inşallah olmaz, amma olsa rahatca deyə bilirəm bunu belə. Amma onunla deyirəm ki, görürəm belə siz bunu mənfi bir şey kimi qiymətləndirirsiniz, amma yanına belə bir şey də qoyaraq deyirəm ki, inşallah buradakı şərtlər sizi qane eləyər. Qane eləyərək burada yaşamağa davam edərsiniz. Yox, qane etmədiyi halda bəli, bir müddətlik gedib yenə qayıtmaq şərti ilə getmiş olarsınız. Əsas onu demək istəyirdim ki, keçsəz videolarını çəkməyə dayandırın. Niyə? Çünki pis nümunə olmuyor. Mən sizdən Qəbələdən video görmək istəyirəm, Qazaxdan video görmək istəyirəm, Zaqataladan video görmək istəyirəm. Amma Almaniyadan yox. Yox, Almaniyadan görmək istəmirəm. Almaniyadan nəyə görə görmək istəmirəm? Çünki Alman xalqının rifahı kifayət qədər yaxşı yerdədir və onların gözümüzə girməsə də olar. Onlar bəli, gözümüzə girməsə də olar. Ondan əlavə siz video çəkdikcə bizim indi mənim bu podkastı hazırladığım gənclər sizi buradan tanıyacaqlar, izləyəcəklər və görəcəklər ki, artıq siz Almaniyadasınız və onlar da Almaniyaya getməyə həvəslənəcəklər. Mən bunu istəmirəm. Bunu da ona görə istəmirəm ki, sizin, mənim, qardaşlarımız, qardaş uşaqlarımız, bizim xalaoğlu, biboğlu uşaqları, onların hamısının daha yaxşı tibb xidməti ala bilmək üçün istəyirəm bunu. Başqa bir pis niyyətim yoxdur. Yoxsa mən də istəyirəm gedək Almaniyaya, gəzək, Schengen vizamızı dibinə qədər istifadə edək. İstəyirəm. Eyni zamanda işin bir ciddi tərəfi də var ki, tibb xidməti kifayət qədər vacib bir xidmətdir. Katılıram bu özlərdə sənə. Mən də könül istərdi ki, burada qalıb işləmək ki, bayaq da mən bu haqqda biraz danışdım. Ora getmək istəyən mənim məsləhəti ki, çox çətinliklərlə üzləşir. Amma nəzərə alaraq gedirlər və bu ölkədəki şərtlərlə oradakı çətinliklər, buradakı çətinlikləri müqayisə elədikdə ora daha rahat qalır deyə ora üz tuturlar.
başa sala bilirəm. Bəli. Gör bura nə qədər çətin. Bəli. Yəni mən də onu deyirəm ki, buranın yaxşı olması üçün də çalışmalı paralel olaraq. Sizin çox yayılan videolarınız da var bildiyim qədərilə. Bu çox yayılan videolardan nəsə həyatınıza müsbət bir qatqı olub, misal üçün hansısa bir xəstənizlə qarşılaşmısınız, daha doğrusu hansısa bir xəstənizə xidmət göstərərkən sizi tanıdığını deyib, belə şeylər olub? Çox olub. Çox olub. Mən bu blogerlik fəaliyyətimlə həkimlik fəaliyyətimin toqquşacağını heç vaxt düşünmürdüm bu arada. Və bunu ilk görəndə bunu necə ayıra bilərəm bilmirəm. Niyə ayırmaq istəyirsiniz ki? Bəlkə ayırmamalısınız. Qəribə istəyirəm. Məni Almaniyaya gedəndə ayıra bilərik. Orada ayıraq, bəli. Mən oradan xəstələrimlə qarşılaşanda məni daha Instagramdan takib edirəm. Kimsə mənə deyəndə utanmağa başlayıram məndən asılı olmadan. Bir neçə dəfə baş verib biri bir marketdə bir xanım, bir qadın yıxılmışdı, ayağı sınmışdı. Mən ora xəstənin yanına getmişdim. Yaxşı ki orada demədi, sağ olsun. Xəstənin tez ağrı kəsicisini falan deyib stabilləşdirdik, apardım xəstəxanaya. Xəstəxanaya aparanda axşam evə gəlib mesaj istəklərimdə görürəm ki, bir qız yazıb ki, mən sizi bugün gördüm, siz xəstə aparırdınız. Mən də orada işləyirəm, bazarda orada işləyirəm. Çox utanmışdım. Mənim çox qəşəng xatirədir. Qəbələ balacadır deyə bir dəfə bir xəstəni infarkt, kəskin koronar sindrom diaqnozu ilə xəstəxanaya aparmışdım. Açılışım deyə bilərsiniz. İnfarkt və yaxud da stenokardik tutma. İnfarkt ümumiyyətlə ürəyi bəsləyən damarların tutulmasıdır da. Bəli, deməli bir dəfə həmin xəstəni xəstəxanaya apardım və yolda da həmin yaşlı dayıya məsləhətlər verirəm ki, artıq bundan sonra siqaret çəkmə, bundan sonra yağlı yeməklər yeyib çox-çox gəz. Bu haqqda məsləhətlər verirəm. Həm yolda ona ağrı kəsici falan elədikdən sonra yolda ürək-dirək verdim ki, xəstəxanaya qədər. Bu dialoqdan sonra, daha sonra başqa bir çarşıya getdim, başqa bir kənddə və bir adam yıxılmışdı, ayağı sınıb. Böyük ehtimal bu tümünün başının sınığı idi, elə yadımda qalıb. Və getdim tez ağrı kəsicisini elədim. Xəstəni xəstəxanaya aparmaq üçün gedəndə yaşlı bir kişi də maşına mindi. Səndən bu kişi mənim bayaq danışdığım xəstəxanaya apardığım dayı imiş. Dedi ki, bəs məni tanımadınız, məni də siz xilas eləmişdiniz falan. Yol boyu mənə təşəkkür falan dedi. Mən soruşuram ki, sən siqaret artıq çəkmir. Mən az-az çəkirəm, hələm azaltmağa çalışıram falan. Evə gedəndə yenə bir mesajla qarşılaşdım. Həmin o xəstənin oğlu məni Instagramdan takib eləyirmiş. O da mənə yazmışdı ki, mən sizi follow edirəm kimi. Ya tam dəqiq yadımda deyil, amma yazmışdı ki, belə. Mən də deyirəm bu mənə niyə baxır bu insan? Nəyə görə mənə baxır görsən? Atan ayağı sınıb, vəziyyət ağırdı. Tanıyırmış. Siz həyatlarına bəli toxunmusunuz. Hətta məncə bu formada hekayə ilə izləyənlər əslində sizi daha qətlən izləyirlər, daha çox öz sevgilərini göstərməyə çalışırlar. Elə deyil? Bilmirəm, elədim deyilmi? Hələ ki o qədər qarşılaşmamışam onun üzündən, amma məsələn son bir video paylaşmışdım, sən də görmüşdün ambulansla. O video biz çağrışdan gəlmişdik və çağrış sakitçilik idi. Tam sakitçilik bir dönəmində bir iş yoldaşıma verib o videonu çəkmişdim. Çünki mənzərə xoşuma gəlmişdi və atdım Instagrama. Yorumlar məni pis təsir edən yorumlar var idi. Aralarında əksəriyyəti başa düşdüm indi ambulans niyə gec gəlir. Ona görə siz onlar video çəkirmişsiniz. Nənəm orada ölür, siz burada video çəkin. Bu başa düşdüm. Bunlar biraz zarafat. Ciddi yazanlar insan yorumlara bir bax. Amma bunu ciddi deyən insanlar həqiqətən var. Amma buradan bir kamu spotu. Ambulansların qanadları yoxdur. Bunu bilmələri lazımdır deyə düşünürəm insanlar. Ümumiyyətlə bu öz tərəfində, digər tərəfdən də resurslar məhduddur. Heç bir həkim limitsiz resurslara sahib olaraq xidmət göstərmir. O ambulansın içərisində edə biləcəklərinin də bir limiti var və ya gəlmə vaxtının da bir limiti var. Çünki maşının işə düşməsi, o dediyiniz briqadanın maşına çatması, yolu elə formada olur ki, yol hələ ki Qəbələnin bəzi hissələri bəli, kəndləri müəyyən sürətdən yüksək, daşlıq yollarla gedirik. Mən yəni ilk çağırış qəbul edirik və biz briqadamızla yola çıxırıq.
Sürücülər də mümkün qədər professionaldır. Artıq illərin sürücülərdilər. Qəbələni çox yaxşı tanıyırlar. Əksəriyyət konum istəyəndə konum ata bilmirlər. Biz onu filan maşın filan küçədən sağa dön, filan kəs dayının evindən sola dön. Bu şəkildə evləri tapırlar. Yəni yetər qədər professionaldır. Biz gücümüz çatdığı qədər qaçırıq. İşinizdə sizə uğurlar arzulayıram. Sağ olun ki, varsınız. Sağ olun ki, vaxtı ilə həkimliyi seçmisiniz. 2-ci il bunun üçün hazırlaşmısınız. Nə qədər indi 2 il, 3 il, nə qədər də olsa Azərbaycan xalqına xidmət göstərəcəksiniz bundan sonra da. Buna görə təşəkkür edirəm. Bura gəldiyinizə görə də təşəkkür edirəm. Xoş oldu sizi dinləmək. Eyni zamanda müşahidə edirəm ki, biraz hal-hazırda xəstə hiss edirsiniz. Təxirə salmayıb bura gəldiyinizə görə ayrıca təşəkkür edirəm. Sağ olun. Sözünüz varsa, sizin sözünüz nə yekunlaşdıraq? Mən də dəvətiniz üçün çox təşəkkür edirəm. Belə. Salam necə, sənə necə cavab verməliyim? Yox, salam necəsiniz soruşmayacağım. Xoş gəldin deyəcəm. Mən nə deyim? Xoş gördük Hey, hey. deyirlər, sən nə deyəcəksən? Bu Xoş sən bulduk sözünü deyərsən. isti bastı. Ya qızdırmam qalxdı, ya qalınam, ya da İndi siz həkim üçün qolda qüvvət. gənc qadın olmaqla zarafat edirəm. Çatışmazdı. Kəsir bu. Yox, məsələ alınmaz.